TikToker Arzum ləqəbi ilə tanınan İlduza Hacıyevanın məhkəmə prosesi və onun paralelində də Azərbaycandakı siyasi məhbusların və Azərbaycandakı siyasi məhbusların məhkəmə prosesləri haqqında danışacağım bugün. Öncə videonu izləyərkən kanalıma abunə olmağı, bəyənməyi, əgər videonu bəyəndinizsə təbii ki, və fikirləriniz varsa şərh bölümündə yazmağı unutmayın. Çünki onsuz da Azərbaycanda siyasi proseslərin indiki durumuna görə onsuz da Azərbaycan xalqının siyasətə qarşı kəsimi çox azdır, siyasi prosesləri izləyənlər çox azdır və mən kanalımda ancaq Azərbaycanda baş verən siyasi proseslər və bəzi hallarda da dünyadakı baş verən hadisələr haqqında danışıram. Keçək bugünkü videonun mövzusuna. Önceliklə onu qeyd edim ki, mən bu videoda heç kəsin şəxsi həyatı, onun davranış kodeksləri haqqında, kimlərinsə əxlaqi vəziyyəti, kimlərinsə şəxsi həyatı haqqında ümumi anlamda desəm, danışma niyyətində deyiləm. Mən ümumi hadisəni və ümumi hadisənin fonunda da Azərbaycandakı ümumiyyətlə məhkəmə prosesləri, gedən məhkəmə prosesləri haqqında, Azərbaycandakı məhkəmə azadlığının hansı durumda olması, Azərbaycanda ədalət probleminin nə qədər böyük bir problem olduğunun haqqında danışacağım və siyasi proseslərdə siyasi məhbusların məhkəmələri haqqında danışacağım bir qədər. Arzum ləqəbi ilə tanınan şəxs artıq hökm oxundu və o 5 ildən bir qədər artıq müddətdə həbs olundu. Yəqin ki, hələ apellyasiya şikayəti davam edəcək. Mən onu da qeyd edim ki, yol hərəkəti qaydaları haqqında çox da mən böyük bir informasiyaya malik deyiləm. Ona görə də bu haqda daha çox mütəxəssislər danışsa yaxşı olar. Mən ümumi fonu danışıram. Təbii ki, həmin şəxsi də mən azadlıq arzu edirəm. Ümumiyyətlə, heç bir kəsi, təbii ki, insan düşməninə belə həbsxana həyatı arzulamaq ümumiyyətlə fikrimcə yaxşı bir şey deyil. Azadlıq insanın ən böyük zinətidir. Yəni, azadlıq ən böyük dəyərdir. Kimsə, xüsusilə də həmin qadının 4 uşağının olduğu bildirilir. Doğrudur, uşaqları hal-hazırda xaricdədir. Çünki həyat yoldaşı Almaniya vətəndaşıdır və uşaqları da orada yaşayır. Burada əsas maraqlı məqamlar bunlardır ki, həmin bu hadisə olub 2025-ci ildə və mən mətbuatda çıxan xəbərlərdən belə başa düşdüm ki, qəzadan sonra xanım hadisə yerini tərk edib və bunu onun həyəcanına, stresinə, qorxusuna bağlamaq olar. Amma istənilən halda mən düşünürəm ki, bu doğru addım deyil. Yəni, heç kəsə belə bir şey arzu etmirik təbii ki, amma məncə bir çoxlarımız hadisə baş verən an biz ən azından maşını saxlayıb qəza törədən şəxsin səhhəti ilə maraqlana bilərdik. Bəlkə o həmin an xilas etmək olardı. Yəni, təbii ki, bunlar artıq bəlkələrdir. Artıq qəzada da dünyasını dəyişən insan olub. Mən onun yaxınlarına da başsağlığı verirəm. Hadisədir, artıq oldu. Keçmişə qayıdıb nələrsə dəyişmək təbii ki, mümkün deyil. Digər bir sual doğuran məsələ budur ki, həmin bu İlduza Hacıyeva, yəni Arzum ləqəbi ilə tanınan TikToker, hadisədən dərhal sonra və yaxud da ki, bir qədər sonra ölkəni tərk edir. Və bunu da yəqin ki, bu cür məhkəmə orqanları bu cür dəyərləndirib ki, hadisəni törədəndən sonra ölkəni tərk etmək, onun həm də özünü cinayət məsuliyyətinə azad etmək və yaxud da ki, nəyisə gizlətmək anlamına götürüblər və mən düşünürəm ki, həm də buna görə onun həbs qəti imkan tədbiri qərar verilib. Bunlar yəni bunlar artıq məhkəmənin işidir. Yəqin ki, onun yaxınları, doğmaları apellyasiya şikayəti verəcəklər, daha sonra narazı olsalar yenə ali məhkəməyə şikayət edəcək və bu proses davam edəcək. Məsələ budur ki, mən burada əsas nöqtəyə nəyə qoymaq istəyirəm? Mən artıq bir gündür sosial şəbəkələri izləyirəm. Və hər dəfədə Facebookda olsun, Instagramda olsun, xüsusilə bu sosial şəbəkələrdə daha çox izləyirəm. TikTokda da var təbii ki. Və insanlar mən fikir verirəm, rəylərdə yazırlar ki, məhkəmə necə yəni bu cür haqsız qərar verə bilər, ola bilməz Azərbaycan məhkəmələri bu cür haqsız qərar versin. Amma əzizlər, əziz vətəndaşlar, siz bilirsiniz ümumiyyətlə bugün Azərbaycanda nə qədər jurnalist həbsdədir. Və onlar insan öldürməyiblər. Onlar narkotik qaçırmaçılığı ilə məşğul olmayıblar. Onlar insan alveri ilə məşğul olmayıblar. Onlar müxtəlif çaplı ağır cinayət əməlləri törətməyiblər. Onlar sadəcə jurnalistika fəaliyyəti ilə məşğul olduğu üçün onlar həm də Yeni Azərbaycan Partiyası sistemində müxalif mövqe sərgilədikləri üçün həbsdədirlər. Söhbət təkcə jurnalistlərdən getmir. Bugün Azərbaycanda siyasətçilər də həbs olunub. Vətəndaş cəmiyyətinin digər nümayəndələri də, yəni media sektoruna aid olmayan müxtəlif layihələr həyata keçirən
müxtəlif xarici təşkilatlarla, hətta dövlət qurumları ilə işləyən bəzi şəxslər var ki, onlar belə həbs olunur. Nəyə görə? Ona görə ki, onlar bu hökumətə müxalif mövqe sərgiləyiblər. QHT işi üzrə bugün Azərbaycanda nə qədər insan həbsdədir? Bugün Azərbaycanda 300-dən çox insan müxtəlif çaplı haqsızlıqlara məruz qalaraq həbsdədir. Və siz hələ indi başa bir TikTokerin həbs olunmasından sonra siz belə bir qərar verirsiniz, belə bir düşüncəyə gəlirsiniz ki, Azərbaycan məhkəmələri necə haqsız qərarlar verir və s. və ilaxır. Mən rəyləri görürəm, dəhşətə gəlirəm. Sanki bu insanlar, o rəyləri yazan insanlar bu ölkədə yaşamır. Sanki onlar, mən başa düşə bilmirəm, bəlkə də gözləri bağlı formada bu ölkədəki baş verən hadisələri, prosesləri izləyirlər. Siz görmürsünüz ölkədə nə qədər siyasi məhbus var. Siz görmürsünüz ki, adi xırda hələ mən siyasi məsələləri qoyaq bir qırağa. Xırda bir mülki məsələdə məhkəmələr az qala pul almadan o işi görmək istəmirlər. Bölgələrdə, yerlərdə torpaq problemi var, məsələn, fərz edək. Həmin o məsələ belə uzanır, xırda bir məsələ uzanır, məhkəmənin üzərinə yük düşür onsuz da və hələ onun adil və şəffaf qərar vermə mexanizmi ümumiyyətlə sual altındadır. Azərbaycandakı məhkəmələrin ədalətli olması çox böyük problemdir. Çünki ədalətli deyillər. Diqqət edin, mən demirəm Azərbaycandakı məhkəmələrin durumu, onların ədalətli qərar verməsi sual doğurur. Sual da doğurmur artıq. Şəxsən mənim üçün bu sual doğurur. Mənim üçün bu netdir ki, Azərbaycanda məhkəmələr ümumiyyətlə çox qeyri-obyektiv. Təbii ki, bütün 100% dəyərində biz bunu deyə bilmərik ki, elə məsələlər var ki, orada doğru qərarlar çıxır, haqlı qərarlar çıxır, ədalətli yanaşma sərgilənir. Amma iş siyasi məsələyə gəldikdə, iş hər hansısa bir məmurla xırda vətəndaş, yəni adi Azərbaycanlılarla bağlı məsələyə gəldikdə, iş bir biznesmenlə sadə bir Azərbaycanlının məsələsindən gəldikdə, təbii ki, burada rüşvət, korrupsiya və digər qrup maraqları, siyasi maraqlar ön plana çıxır və bundan nəticə etibarilə məhkəmələr öz etibarlılığını itirib cəmiyyətdə. Bugün Azərbaycanda, baxın, siz həmin o TikToker Arzuma 5 il nə qədər həbs qərarı veriblər və bu cür dəyərləndirmə bu cürdür ki, hadisədən dərhal sonra ölkədən gedib, gizlətmək məqsədi ilə və yaxud da ki, qaçmaq niyyəti ilə hadisə baş verəndən sonra həm yardım göstərməyib, yardım göstərməkdən əlavə polisə də məlumat verməyib, təcili tibbi yardıma məlumat verməyib və s. və ilaxır. Mən indi oradakı dəyərləndirməni etmirəm ki, yol hərəkəti qaydalarına görə günah kimdə olub, kimdə olmayıb. Həmin insana 5 il neçə ay veriblər, amma bugün Azərbaycanda bəzi siyasətçilər var ki, onlara 16 il həbs istənilir. Vətəndaş cəmiyyəti nümayəndələri var və aralarında gənclər var ki, onların ümumiyyətlə 22-23 yaşda gənclərdir və onlar sadəcə orada işləyib bir qədər təcrübə qazanmaq, bir qədər pul qazanmaq məqsədi ilə işləyiblər və həmin o 21 yaşında da həbs olunub. İndi də gözləyir ki, məhkəmə bir 10 günə, 15 günə görün mənə 13 il həbs verəcək, yoxsa 12 il verəcək məsələn, yoxsa 10 il verəcək. Baxın, insanları nəyə ümidləndirib yaşadır Azərbaycan hökuməti. Və biz də rəylərdə görürük ki, insanlar yazırlar ki, necə yəni məhkəmə bu cür ədalətsiz qərar verir, siz hansı ölkədə yaşayırsınız? Bunlar bir qırağa. Həmin məhkəmə gedən zaman mən sosial şəbəkələrdə elə bir neçə video qarşıma çıxdı ki, bəzi Arzum ləqəbli TikToker məhkəməsinin qarşısında izdiham yaşandı. İndi izdiham bilmirəm demək olar yoxsa yox, amma 50-100 arası şəxs var idi. Bəlkə də indi 50 də olmasın, bəlkə də 40 olsun. Hər halda mən bir-bir saymamışam. Amma müəyyən qədər insan var idi. Ola bilər onun ancaq yaxınları, doğmaları, qohumları olsun. Bu istisna hal kimi bunu qoyaq bir kənara. Amma Azərbaycanda gedən siyasi məhkəmələrdə hansı ki o insanlar öz həyatlarını az qala bütövlükdə bu xalq üçün sərf ediblər və öz xoşbəxt həyatlarını bir qədər daha cəncəlli, necə deyərlər, dırnaq arasında həyata dəyişib, hər an risk, hər an təhlükə, hər an həbs olma qorxusu, hər an izlənmə riski ilə yaşayıb bir ömür və bu xalq üçün müəyyən işlər görmək, bu xalq üçün müəyyən xidmətlər görməyə həsr ediblər. Amma həmin insanların məhkəmələrində nə qədər insan var? Bu özü də bir göstəricidir ümumiyyətlə. Bu özü də bir göstəricidir ki, Azərbaycan xalqının siyasi proseslərin münasibəti necədir? Mən həmişə bu qənaətdə olmuşam ki, bizim xalqımız bir qədər populyar insana daha çox simpatiya
bəsləyir, nəinki həqiqi yaxşı iş görən, maarifləndirmə aparan cəmiyyətdə və yaxud da ki, əsl ziyalı obrazı olan cəmiyyətdə və yaxud da ki, həqiqətən adi siyasətçi olan bir cəmiyyətdə. Biz Azərbaycanlılar bu, mən düşünürəm ki, çox qəribə formada bizdə bir sosioloji psixologiya formalaşıb ki, biz məşhur insanlara daha çox rəğbət bəsləyirik. Sadəcə populyar olanın arxasıca gedirik. Və bugün cəmiyyətdə ən populyar insanlar kimlərdir? Təbii ki, blogerlər, tiktokerlər. Amma onların cəmiyyətə, onların Azərbaycana xeyri nə qədərdir? Onlar nə ediblər bu ölkə üçün? Heç əksəriyyətinin təhsil səviyyəsi istənilən qədər deyil. Bir daha təkrar edirəm, videonun başında mən qeyd etdim, mən burada heç kəsin şəxsi həyatı, onun əxlaqi durumu, onun tərbiyə vəziyyəti haqqında danışma niyyətim yoxdur. Hər kəs həyatını yaşayır və onların şəxsi həyatıdır. Mənim buna aidiyyatım yoxdur və mən həmişə kanalımda çalışıram ki, bu mövzulara toxunmayım. Amma bugün Azərbaycanda olan ziyalılar var ki, onlar həbsdədir. Bugün Azərbaycanda vaxtilə 1-ci Qarabağ müharibəsində savaşmış, sonra oğlu 2-ci Qarabağ müharibəsində savaşan, məsələn, Tofiq Yaqublu var ki, artıq neçə ildir həbsdədir. Dəfələrlə də azad aksiyası keçirib, dayanıb, amma cəmiyyətdə heç bir reaksiya gəlməyib. Mən siyahını istənilən qədər uzada bilərəm. Mənim siyasi proseslərə baxışım, bəzi məsələlərdə düşüncəm, hətta Tofiq Yaqublu ilə üst-üstə düşmür ki, əksinə tamamilə fərqli cəbhələrdə sanki məskunlaşmış kimi də görünə bilər. Amma bu faktdır ki, bugün Azərbaycanda bir qədər, mən düşünürəm ki, xalqımızın geniş formada, hətta bir qədər də yox, geniş formada maariflənməyə ehtiyacı var. Söhbət təkcə siyasi maariflənmədən getmir. Bizim cəmiyyətimizin populyar insanları, bizim cəmiyyətimizin ən tanınmış şəxsləri bəlli cəmiyyənin təmsilçisi olan tiktokerlər olmamalıdır. Bu mənasız blogerlər olmamalıdır. Və bizim bu formada gedən cəmiyyətin axırı mən çox faciəli bir durumda görürəm. Ümumiyyətlə, artıq dövlətin bu elə siyasi baskılarının nəticəsidir həm də. Siz ölkədə siyasətə qoşulan gəncləri təqib edirsinizsə, həbs edirsinizsə, müxtəlif yollarla ölkədən göndərməyə hər vəclə çalışırsınızsa, sonunda da təbii ki, belə olacaq. Sonunda cəmiyyət üçün üzdə olan insanlar, həmin o blogerlər, həmin o tiktokerlər olacaq ki, və onlardan da birini biz bu günlərdə gördük. Mən təkrar edirəm, qınamaq məqsədi ilə demirəm, amma nümunə gətirirəm ki, məsələn, məncə həmin o tiktokerin yerində bəlkə də hər 100 nəfərdən 80-90 nəfəri bəlkə də ən azından maşını saxlayıb yardım etmək haqqında düşünərdi. Ən azından maşını saxlayıb təcili tibbi yardıma zəng edərdi. Yaxşı, özün stressdəsən, qorxu içindəsən, həyəcandasan. Heç hələ polisə məlumat verməyə qoydun bir qırağa. Ən azından təcili tibbi yardımı yığmaq insani bir davranışdır. Bir daha təkrar edirəm, mən bunu tənqid etmək, qınamaq məqsədi ilə demirəm. Həyatda təbii ki, həmin o situasiyada, həmin insanın nə düşündüyünü biz bilə bilmərik. Burada müəyyən qədər mən empati hissimi də işə salıram. Anlayışla qarşılamağa çalışıram. Amma hər halda mən düşünürəm ki, hər 100 Azərbaycanlıdan bəlkə də 70, bəlkə də 80 nəfəri həmin anda başqa cür davranardı. Bəlkə də orada bir həyat xilas etmək olardı. Bəlkə də bir insanı ölümdən qurtarmaq olardı. Hər halda artıq bunlar keçdi. Mən ümid edirəm ki, bizim gələcəkdə bu cür ümumiyyətlə bu məhkəmə skandalları geniş müzakirəyə səbəb olmaz. Çünki məhkəməsi adil olmayan, məhkəməsi şəffaf olmayan bir ölkənin gələcəyi yoxdur. Çünki məhkəmə ən öndə gəlir. Dövlət və onun qurumları ədalətli olmağa məhkumdur. Ədalətli olmağa məcburdur. Əgər dövlət özü ədalətli olmayacaqsa, o dövlət yaşaya bilməz. Biz dövlətimizin, respublikamızın daha uzun yaşaması üçün, müstəqilliyimizin əbədi olması üçün, gələcək nəsillərə ötürə bilməyimiz üçün bu sağlam müstəqilliyi biz öncə məhkəmələrimizi ədalətli etməliyik və onlara əl gəzdirməliyik.